Salam qəhrəman. Yenə mən gəldim. Ürəyimdə səninlə paylaşmaq istədiyim bir sevincimlə. Ən son səninlə 6 ayının tortunu kəsən Hüseyn bu gün 6 yaş tortunun şamlarını söndürür. 6 il necə keçdi danış desən, nədən başlayacağımı bilmərəm. İlk sözün nə olub, neçə yaşında eləyib, əzbərlədiyi şiir, öyrəndiyi nağıl, sevdiyi yemək, əlindən qoymadığı oyuncaq və nələr. Bu sətirləri yazanda belə düşünürəm ki, Hüseynə olan sevgimi necə sığdırım axı cümlələrə, necə ifadə edim fikrimi. Deyim ki, ən şıltağımız odur, ya da ən sosial, gülərüz, mehriban. Bütün ən gözəl ənlərin məcmusudur o. Bir kəşkimiz var, o da sən. Bilirsən Fərux, sənə o qədər bənzərlikləri var ki, saçı, əlləri, baxışları, incimə amma gülüşü mənimdir. Hərdən xəyal qururam. Görəsən sən həyatda olsaydın, səninlə nələr paylaşardım. Hüseyn, bilirsən bağçada nələr elib atası ilə başlayan cümlələr. Ya da xəbərim var da, Hüseyn aboyu cırıb. Deyəcəksən yenə şikayət. Məni qınama, mən də heç bilmirəm atasını övladı haqqında nə demək lazımdır. Mən heç paylaşmadım ki balama. Nə tərbiyəsini, nə çətinliklərini, nə sevincini. Xəstə olanda həkim də mən idim. Aptekə qaçan da, yuxusuz qalan da. Yəni, yeni ildə Şaxta baba da mən idim. Zubnaya feyə diş düşəndə. Novruz papağının içini dolduran da mənəm. Hər gecə yatanda canavar, pişik, qırmızı papaq da mən oluram. Arzuları həyata keçirən, doğum günü sürprizlərinin ustası da oldum. Bir sən ola bilmədim. Ata olmaq nə qədər çətindir. Bu qədər işin öhdəsindən gəl. Amma ana sanki ana. Ad günün mübarək. Mənim sarı pişiyim, evim eşiyim, son beşiyim, canım Hüseynim, paşam. Səni çox sevirəm.